Azərbaycanın Səhiyyə naziri Ankarada. Ankara şəhərində Türkiyə Respublikası Prezidentinin himayəçiliyi və Türkiyənin Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 11-ci Türk Tibb Dünyası qurultayı keçirilib. Qurultayda 19 ölkənin səhiyyə nazirləri və onların nümayəndə heyətləri ilə yanaşı səhiyyə sahəsində tanınmış elm adamları iştirak ediblər. Açılış mərasimində Türkiyənin Səhiyyə naziri Kemal Memişoğlu 11-ci Türk Tibb Dünyası qurultayının əsas mövzusunun innovativ səhiyyə olduğunu bildirib. Tədbirdə çıxış edən dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatçısı Əziz Sancar, mənim üçün ən önəmli amillərdən biri türk alimlərinin müasir elmdə ən ön sıralarda yer almasıdır deyib. Azərbaycanın Səhiyyə naziri Teymur Musayev informasiya texnologiyalarının sürətli inkişafı, sosial dəyərlərin dəyişməsi və vətəndaş gözləntilərinin yüksəlməsi ilə xarakterizə olunan bir dövrdə tibbi qayğıya ənənəvi yanaşmaların kifayət etmədiyinə diqqət çəkib. Teymur Musayev qeyd edib ki, texnologiyaya əsaslanan pasiyent mərkəzli, emosional və elmi cəhətdən yüksək hazırlıqlı tibb işçisinin olması zamanın tələbidir. 11-ci Türk Tibb Dünyası qurultayı çərçivəsində Teymur Musayev öz həmkarları, Türkiyənin Səhiyyə naziri Kemal Memişoğlu, Şimali Kipr Türk Respublikasının Səhiyyə naziri Hakan Dinçyürek və Somalinin Səhiyyə naziri Ali Hacı Adam Abubakır ilə iki tərəfli görüşlər keçirib.